Deməli, salamlayırıq hər kəsi. Bu günləri həmişə kamera arxasında olan Əlirza bəyəfəndi ilə Cənubi Amerika materikinin fiziki coğrafi vəziyyətinə belə deyək, bir aydınlıq gətirəcəyik. Bir təkrar xarakterli sual-cavab edəcəyik. Bu dəfə kameramanımız isə Nihatdır. Əleyhissalam, üzü görək, xoş gördün, nəfəsdir. Vəziyyət nətərdir? Yaxşı, eşitdim, rəqsad edirsən, nə? Gördün, hazırlaşmaqda bir şey çıxmır. Keçdi rəqqastıra. Partada binək. Eləmi? Görəcək videolarını. Yaxşı, eşitmək, Əlirza. Uğurlar olsun, səsin biraz uzadan gəlsin. Görsən, Nihatın səsi çıxmır videolarda, çox rəyəkdir. Amma sənin səsin bütün gövdənə görə bütün nətərdir. Açıb güruldamaq lazımdır. Uğurlar kolay gəlsin sənə. Yaxşı, bir dənə gələndən zatdan verək ki, xəritəni göstərməyə təşəkkür edirəm. Minnətdaram, buyurur. Sənin qələmin. Deməli, bugünkü mövzumuz Cənubi Amerika materikidir. Göstəririk ki, öncə Cənubi Amerika materikini. Deməli, Əlirza, bax, sən bu söz deyil, ümumiyyətlə hamı. Xəritəni göstərən zaman sağ əldə tutur, bax bu qaydada. Gələcəkdə olaraq da coğrafi müəllim olarsınız. Heç o barmaqla xəritə göstərmə olmaz. Bu qaydada, belə, bildin nədir? Ki, ətrafdakı yoldaşlar da, izləyənlər də rahat şəkildə görsün. Buyur. Deməli, Cənubi Amerika materiki, Əlirza. Neçə yarım kürədə yerləşir, dostum? Hansı yarım kürə? Şimal, cənub, qərb. İndi onu dedikcə göstəririk, ekvator xətti buradadır. Balaca bir hissəsi şimaldır, cənub. Bütövlükdə də qərb, 3 yarım kürədir. Amma Şimali Amerika materiki 2 yarım kürədir. Cənubi Amerika materiki neçə okeandan əhatə olunur? 2. Amma Şimali Amerika materiki, deməli, buradan öyrəndik ki, Şimali Amerika materiki 2 yarım kürə, 3 okean, Cənubi Amerika materiki 2 okeanla əhatə olunmuşdur. Cənubi Amerikanın sahəsini bilirsən, Əlirza? Nə qədər? Adalardan 18 milyon kvadrat kilometr, sahəsinə görə 4-cü yerdədir. Qədim Gondvananın tərkibidir, düzdür, cənubdakı materiklər də Gondvana. Yaxşı, deyir görüm dostum, Cənubi Amerika materikinin şimaldan ucqar nöqtəsinin adı nədir? Qalinas. Hansı iqlim qurşağında yerləşir? Göstər görüm qalinası. Su, nə? Ekvatoriya. Aha, möhkəm, ucadan, Kolumbiyada yerləşir, subekvatorda yerləşir. Təbii zonanın adı nədir? Torpaqların adı nədir bəs? Qırmızı fevrali. Qonur, qırmızı fevrali, tamamilə doğru. Yağıntısı nə zaman düşür subekvatorun? Yayda. Malades, afərin, iyun avqust. Şərqdən ucqar nöqtəsini göstərək. Şərqdən ucqar nöqtəsi Cabo Branco. Cabo Branco, baxıb görə bilərsən. Cabo Branco hansı dövlətdə yerləşir? Braziliya var, doğrudur. Təbii zonasının adı nədir? Allah'a millidir. Təbii zonasının adı nədir onun? Savana Seyremiş. Yox, xeyr, Savana Seyremişə deyil. Dəyişən rütubətli meşə. Özü subekvator olmaz, yox, tropik olar. Dəyişən rütubət. Bir də yadınızda saxlayın, Avstraliya materikinin şərq ucqar nöqtəsi Bayronu, Cənubi Amerika materikinin şərq ucqar nöqtəsi Cabo Branco, hər ikisinin təbii zonası dəyişən rütubətli meşələrdir. Yaxşı, Cənub ucqar nöqtəsinin adı nədir? Froekdir. Bəs onun odlu torpaqdan desən nədir? Mola desən sənə. Froek hansı təbii zonada yerləşir? Mülayim iqlim qurşağıdır. Təbii zonası bilsən nədir onun? Bilmirsən, deyim bir, yüksəklik qurşağı. Bəli, tamamilə doğrudur. Qərbdən ucqar nöqtəsinin adı Paleniyasdır. Hansı iqlim qurşağıdır? Tropikdir. Təbii zonada səhradır. Torpaqlar nə olar orada? Boz, torpaq. Boz, şoran, nə bilim, boz qonur, boz çəmən torpaq. Qonur olmaz da, boz qonur, normal torpaqda, açıq hava bir bərabər dururlar. Yaxşı, bu belə. Materikin girintiləri, çıxıntıları çoxdur, yoxsa azdır? Azdır, tamamilə doğrudur. Əsas girintisi hansıdır? Laplata körfəzi. Zəhra-cəmi niyə danışırsan? Aktivləşmirsən, sən gələrsən. Ərzan saxlayacaq, sən gəl davam eləyəsən. Hə, Laplata körfəzi. Bəs çıxıntısının adı nədir? Salinas Chicas. Ey, çıxıntı! Yarımadan adı nədir? Valdes yəni. Bəs Salinas Chicas nə idi? Ən, çökək, yeri. Bəs ən hündür yerin adı nə idi? Nə qədər idi? 69-60 tamamilə doğrudur. Eyni Şimali Amerika materiki kimi Cənubi Amerika materikinin də relyefinə nəzər etsək, qərbi, şərqi, qərbinin dağlıq olmasının səbəbidir. Nazca havasından Cənubi Amerikanın konvergent zona deyilir. Aha, konvergent nə deməkdir? Afərin. Konvergent elədir. Nazca Cənubi Amerikanın proses orada nə oldu? Subduksiya oldu. Subduksiya nə deməkdir? Nazca aşağı baxdı, Cənubi Amerika baxdı.
Qalxdı yuxarı. Qalxdı yuxarı nə yarandı? Dağ. Dağın adı nə? Çili Perno. Öküz olsun sən, dağın adını. Ant dağlar. Bəs gömüldü, subduksiya elədi nə yarandı? Çili Perno. Aferin, Çiliperno. Bura geosinknalda, seismikdir, eləmi? Saat Toçun odluq qövsüdür, hərgəsidir, eləmi? Yaxşı. Bəs sizə görün, burada geosinknaldırsa, burada fəaliyyətdə olan vulkanlar var. Amma belə soruşun. Ekvatorda şimalda qalan vulkanı hansı? Ruisdir. Bəs aşağı yenən kimi hansıdır? Bəs ondan aşağıda hansıdır? Chimborazo necə vulkanı? Aferin, yendik biraz da aşağı. San Pedro, biraz da yine aşağıda. Orada bir tane sönmüş vulkan var ki, ne kadar gündür? 18-93. Aferin koçum benim. Yaxşı, getdik bunun şərq tərəfi. Bura nədir bəs? Şərqi nədir? Göstər görüm, hələ qələm saxlamısan əlində. Hə, platformadır. Orada platformada enənlər var. Enənlər nə adlanır? Enənlər Sineklis. Aferin. Enənlər hündürlüyünə görə hansı düzənliyə aiddir? Hansı düzənliyə aiddir? Amazon'da olan Platadorina. Nədir bunlar? Ovalıq. Deməli, hündürlüyünə görə nə adlanır bunlar? Ovalıq. Üç yerə bölünür də, ovalıq yüksəklik yayılır. Bəs düzənliklər mənşəyinə görə bu düzənliklər hansı? Aferin. Akkumulyator sözünün mənası nə deməkdir? Nə deməkdir? Söz akkumulyator özü nə deməkdir? Demirəm nəyin akkumulyatsiyasıdır. Çay nə eləyib bura? Toplayıb, çöküb. Akkumulyator nə deməkdir? Toplanma, çökmə. Deməli, bu akkumulyator düzənlikdə yer qabının necə sahələri oldu? Əylən sahələri. Yəni nələr oldu? Nələr oldu? Əylənə nə dedik? Telefon, sinek, tanıdım ha, sinekiliz dedik. Yaxşı, kamera çəkəndə görsən, oradan cəhcək vurdu, ne? Elə deyil, bildin. Hə, sonra da deyirik ki, bu platformanın əylənləridir. Burada necə süturlar olacaq? Aferin, necə faydalı qazıntılar olacaq? Böyle, tamamilə doğrudur. Qeyri-filiz deyəndə, yəni dəmir, qeyri-filiz nədir? Öküz olsun. Neft, qaz, bu kimi şeylər. Dəmir nədir? Filizdir. Bildin? Bu nədir? Filizdir, yoxsa qeyri-filizdir? Filizdir, dağ. Hə, onu deyil, kağızı deyil. Kağız qeyri-filiz. Qeyri. Bu taxta nədir? Taxta qeyri-filiz. Qeyri-filiz. Bax, bu nədir? O da qeyri-filiz. Bəs yaş qələm ver mənə görüm. Bu kaplan nədir? Qeyri-filiz. Bəs bu nədir? O filiz o. Bəs yaxşı, saatımı reklam. Bu nədir? Filiz. Bax, özdə bir səndə necə filizdir? Necə filizdir? Qızıl. Hə, əlvan filiz. Yaxşı. Bəs bu nədir? O da filiz. Filizdir, tamamilə doğrudur. Bəyəndim, gözümə girdi. Yaxşı. İndi bu oyunun Amazon Laplatovalığını dedik də. Bu nəyin akkumulyasiyasıdır bunlar? Alüvyal, yəni çayın akkumulyasiyasıdır. Sonra burada platformanın qalxanları var mıdır acaba? Bəs nədir onlar ayı? Göstər yolları. Güvyana yaylasına. Bu oxmacına. Öküz müsün? Güvyana yaylası platforma. Nə varsa, dəvr olmuşsa. Braziliya yaylasını göstər görməni. Ayso, Braziliya yaylası. Elə duruşu görsənsində, elə duruşu görsənsində. Görsən, nihat 2 qat oldu orada. Güvyana yaylası, bir də Braziliya. Güvyana yaylası ilə Braziliya yaylası platformanın nə idi Hüseyin? Sən deyil, onu düşünmüyorum. Antiklizdir, yəni nədir? Qalxandır. Bunlarda nə səthə çıxır? Kristalik, bünövrə, nə zəifdir, burada nazikdir? Çökmə, sukur. Kristalik bünövrə səthə çıxır. Kristalik bünövrə hansı sukurlardan təşkil olunur? Magmatik və metamorfik. Ona görə necə faydalı qazıntı axtaracaq? Filiz. Bir dənə mən bunu qısa özət gedib, bax sən də diqqət edin. Bildiyin şeylərdir, necə özürüzün. Bax, qulaq asın. Ey qızlar. Güvyana yaylası Braziliya yaylası. Platformanın qalxanlarıdır. Antikilizlərdir. Platformanın qalxanlarıdır, yaylalardır. Güvyana yaylası masaya bənzəyir. Nə adlanır? Bunu sən Braziliya yaylası, aferin. Deməli, yaylalar platformanın qalxanlarıdır, antikilizlərdir. Çökmə suxurlar burada deməli nazikdir, parçalanıb, aşınıb gedib. Deyəndə sözün mənası çılpaqlaşma, daşınma deməkdir. Eroziya, aşınma deməkdir. Deməli, çökmə suxur gedib, kristalik bünövrə çıxır. O deyir demək, insan qocalanda bax, fikir dərisi falan, əktizadı yerindədir. Sən bir dənə yumruğu belə elə. Yox, sən də şey cavan. Deməli, qoca yaşlı adamlarda nətər olur? Bir dəri bir sümük qalır da, əti əzələsi gedir, dərini belə tutur əlin, sümüklər belə şıqa-şıqa da. Bax, həmin bu yaylalar da qocaldıqca xarici qüvvələr, yəni eksogen qüvvələr parçalayır, çökmə suxur gedir, düzdür. Nə çıxır? Həmin o sümük, kristalik bünövrə çıxır. O da magmatik və metamorfik suxurlardan ibarətdir. Ona görə də orada nə axtaracaq biz? Filiz mənşəli faydalı qazıntı axtaracaq. Okey. Bir də burada Grand Chaco çökəkliyi var, bunu yadınızda saxlayın. Patagoniya yayləsi var, bunu yadınızda saxlayın. Peru, Puna, Bolivya yaylalar var, altiplanolar var, bunları bilək, seismik zonalar. Yaxşı, keçək indi bunun
iqliminə. Şimalı hansı iqlim qurşağıdır? Subekvatorial. Necə iqlim qurşağıdır? Yox, şemsiz iqlim qurşağı. Özünə mənim hava kütləsi var? Yoxdur. Yayda kimdən alır? Qışda kimdən alır? Tropikdən. Yayı necə olur? İsti və qışı necə olur? Aferin. Deməli, subekvator təbii zonanda deyək. Subekvatorun təbii zonası nə oldu? Seyrəkmişə, torpaqlar nə oldu? Qırmızı qonu, qırmızı ferrari. Aferin. Yendi aşağı hansı iqlim qurşağıdır? Göstərir, yerin göstərir. Ayrıca xəritəni göstərməkdən qorxma. Və sonra ekvator bu. Deyir, burada Amazonu var. Yaxşı, ekvatorial iqlim qurşağının xüsusiyyəti nədir? Həmişə yağıntılı. Həmişə yağıntılı olur. Orada neçə nəfəsli olur? Ancaq nəfəsli olur. İl boyu rütubətli olur. Sutkalıq amplitudada, illik amplitudada nə olur? Kiçik olur. Bəli. Amma yadınızda qalsın, sutkalıq amplitudası illik amplitudasından biraz çox. Aferin. İllik amplituda ən azdır ekvatorda. Təbii zonanın adı nədir bəs burada? Həmişə aşağı. Ekvatorial meşə. Bəs Cənubi Amerikada həmişəyaşıl rütubətli ekvatorial meşə. Aferin. Selvası yağıntısı nə zaman düşür? Həmişə. Özdə burada selvas bax belədir. Barmağıma fikir verəlim. Nədir bu? Mərtəbə. Ona nə deyirlər? Yağmus. Çox yağışlıdır Afrikanın ekvatorial meşələrinə nisbət. Amma şey demədin ha. Şimalda savanna nədir? Yağmus. İspanca. Yaxşı, Paxos, İspaniya şeylər. Gəldi aşağı, ekvatordan aşağı. Hansı iqlim aşağı? Yenə subekvatorialdır. Təbii zonanın yer adı nədir? Torpaqları nədir yenə? Ay sağ. Dedi subekvatorun yağıntısı yayda düşür. Bax burada Braziliya yaylasının yağıntısı nə zaman düşəcək? Dekabr, yanvar, fevralda düşəcək. Amma hansı fəsildə düşəcək? Yay fəsilində düşəcək. Düşdün aşağı hansı iqlim qurşağıdır? Tropik iqlim qurşağı. Materik qəlbində göstər yerim. Səhra tropik. Orada səhra tropiki yaradan səbəb nədir? Soyuq periyod. Aferin, Atakama səhrasını yaratdı. Çile ərazisində yaratdı. Keçdik bəs şərqində necə tropikdir? Aha, rütubətli tropik. Nə yaratdı? İsti Braziliya cəryanı yaratdı. Düşdük biraz da aşağı. Hansı iqlim qurşağıdır? Subtropik iqlim qurşağıdır. 30-40 en qarəsindədir. Materin qərbi subtropiki nə idi? Aralıq dənizi yağıntısı nə zaman düşür? Qışda. Aferin. Deyə görün, qışda yaxşı burada hansı aylarda düşür? Çili, Santiago hansı aylarda düşür? Aferin, tamamilə doğrudur. Amma iyun, avqust onların nə idi Hüseyin? Qışıdır. Hüseyin, bunların qışıdır, yaxşı. Deməli, cənub təhlükəsidir. Ortası nə olacaq? Bəs şərqi nə olacaq? Bərabər rütubət. Cənub yarımkürəsində şərqdə bərabər rütubət var. Nə yoxdur? Musson yox. Şimalda da musson var. Nə yoxdur? Bərabər rütubət yoxdur. Yendi aşağı hansı iqlim qurşağı? Mülayim iqlim qurşağı. Materikin cənub qərbində. Mülayim cənub şərqində. Patagoniya düşür mülayim kontinentala. Cənub yarımkürəsində yeganə yaranımız səhradır. Söyle. Deməli, burada bir də bu cənub nə var? Burada cənub qərbini adlandırırlar Cənubi Amerikanın nəmişli küncü adlandırırlar, yadınızda saxlayın. Yaxşı, indi bu Cənubi Amerika materikində, gəl belə deyək, çaylar sıxdı yoxsa göy şəbəkəsi sıxdı? Yox, çaylar çarpdırma. Deməli, çaylar sıxdı, eləmi? Göy şəbəkəsi burada seyir. Amma Cənubi Amerika dünyanın ən rütubətli materikidir. Bu ən rütubətli materikdə nəyə görə göy şəbəkəsi seyrəkdir? Meyli çox. Ona görə burada nə sıxdır? Çay sıxdır. İncə bunun gölün deyək, ən böyük gölü hansıdır? Maracaibo gölü. Nə mənşəlidir? Lağım mənşəlidir. Lağım demək nə demək? Liman demək. Şor suludur, şirin suludur. Öküz vursun, okeanın içindədir. Buna bax, Karib dənizinə baxırlar. Deməlindən suludur bu, şor suludur. Bunu dərsdən sonra şor, bir dərsdən sonra deyəm, videodan sonra şor sulu eləyəcəm bunu. Deməli, şor su gələcək bu gözlərində. Deməli, Maracaibo gölündə bir dənə möcüzə var. Möcüzənin adı nə idi? Bəli, Katatumbo möcüzəsi idi. O adamın gözündə də yıldırım çaxırdı. Elə bax, həmin o yıldırımdan çaxacaq, səndə də. Deməli, gəldik, burada bir dənə göl var idi. Peru ilə Boliviyanın sərhədində idi. Titicaca gölü, bəli. 3810 kilometr, bəli, ən hündür dağ gölüdür. Sonra burada bir dənə yeni yaşar, sırf Boliviyanın içində Popo gölü var, tamamilə doğrudur. Burada Sahil Köçün Hövzəsinə aid olan çayları demək olar ki, xəritədə verməyiblər. Heç bizə də maraqlı deyil, yaxşı. Amma xüsusiyyətini bilməliyik ki, xırdadır, cursuludur, dağ çayıdır, böyük hidroenerji əhəmiyyəti var, gəmçilik əhəmiyyəti yoxdur, suvarma əhəmiyyəti yoxdur, dib eroziyadır, bu şəkillidir, aslanadır, şəlalədir. Bəs sonra dağlardır ki, aydın oldu. Amma Şimali Amerikadakı Sahil Köçün Hövzələrində biraz uzundur buna nisbətdə. Bax, bu çayın adı Magdalenadır, Şimalay. Yaxşı, bu çayın adı nədir?
Orinoco çayıdır. Orinoco çayı delta yaradır, estuar yaradır. Delta yaradır. Orinoco çayının bir dənə qolu var idi. O qolun adını bilirsən. Çurun qolu. Onun üstündə şəlalənin adını bilərsən. Minerli dökmürdük. Bəli, sən sənə. Sonra burada bir dənə belə bir dünyanın ən bol sulu. Adı nə idi? Amazon idi. Amazon çayı əslində deyir hardan hesablanır? Bilirsən onu? Ha, niyə oldu? Yox. Maranyon və Ucayali qollarının birləşdiyi yerdə, yox deyir, nə bilim, tutaq ki, Ucayali'dən hesablansa, Maranyondan hesablansa dünyanın əndə, nəysə də boş söhbətdir. Amazon sol qolu Rio Negru'dur. Rio Grande, ABŞ-la Meksika arasında sərhəddə yerləşən çaydır, yadınızda qalsın. Topajas var, sonra nə bilim, burada Madeira var, Jurual var. Bunlar sağ qollarıdır. Tocantins San Francisco'da nə edir? Atlantik okeana tökülür, estuari yaradır. Sonra bu aşağı istiqamətdə gələn bir dənə məşhur çay var. Adı nədir buna? Paraguay var, bir dənə nə var? Əsas hansıdır? Parana çayıdır. İki pının ikisi də Paraguay tropik xəttəki. Amma Uruguay kəsmir. Avstraliyada Morena Darling tropik kəsmir. Amma Eykirik, Kuperkirik, Diamantini hamısı kəsir. Aydın oldu? Yaxşı, nəsə. Limpopo'da Afrikada cənub tropini 2 dəfə kəsir. Amma Zambezi kəsməz. Yaxşı, yadınızda qalsın. Nəysə. Bu da belə. Relyefin dedik, atmosferi dedik, sonra nə dedik? İqlimi dedik, atmosfer dedik, litosfer dedik, biosfer dedik, torpağında dedik və sonra çaylarında dedik. Elə, heç nə. Kolay gəlsin, biraz təntisən, birinci dəfədir video çəkirsən. Ona görə təntimə şeydir, həyəcan olmalıdır, insan evladı həyəcanlı olmalıdır. Ağıllı adamlar ümumiyyətlə həyəcanlanmaq bacarmalıdır. Çünki ağıllıdır deyə həyəcanlanır. Dəli adamlar olur, dəlisi olur. Qorxusuz adamlar, bildiğin nəfə. Onlarda həyəcan zadı olur, qorxu yox, bir şey yox. Bir o qədər dərin fikirləşəm. Heç nə, kolay gəlsin, hər bir əziyyət çəkən, çalışan, abituriyentlərin hamısına uğurlar arzulayırıq. Dayandır.